Edilen her bir şey nimet. Özünden, müsbət yöndən faydalanılan her bir şey nimet. Hatta Kur'an-ı Kerim'de böyle bir ayet var. Eğer Allah'ın size vermiş olduğu o nimetleri saymak isterseniz sayıp kurtarabilmezsiniz. Saya gelmez. Yani bütün bu nimetlere karşılığında Allah-u Teala bizden ona şükretmemizi istiyor. Bu şükrümüzü de namaz kılmakla ve kurban kesmekle ifade etmesini istiyor. Ve bunun için Allah-u Teala buyurur. Fesalli li rabbika venhar. Rabbin için namaz kıl ve kurban kes. Məhz bu ayaya biz esaslanıraq kurban bayramı günlerinden bayram namazı kılırıq. Daha sonra da kurban kesirik. Kurban keserken evvela birinci şart bu kurbanı Allah rızası için kesəcəyik. Biraz evvel de bunu söhbətin başında qeyd etdim. Bu çok önemlidir. Onun için. Çünkü həqiqətən Allah'ın rızası olmayan bir əməl ibadet sayılmaz. Allah'ın rızası olmayan bir ibadeti Allah-u Teala qəbul etmez. İbadet olarak qəbul etmez. Birinci, Allah rızası için bu kurbanı kesəcəyik. Və kurban keserken Allah'ın adı çəkilməsi şərt. Yani kurbanı kesen kimse Bismillahi Allahu Ekber deyip kurbanı kesecektir. Bismillahi Allahu Ekber ne demektir? En büyük Allah'ın en büyük olan Allah'ın adıyla kesirəm. Mənası bu. Yani ey Allah'ım bu kurbanı, bu heyvanı sen yaratmışsan, bizim xidmətimizə vermişsən ve bunu senin rızan için kesirəm. Yani senin adınla kesirəm. Yani seni unutmamışam. Her şeyden seni anıram, seni hatırlayıram. Onun için məhz kurban keserken Allah-u Teala bizlerden Allah'ın adını anılmasını, öz adının anılmasını istemektedir. Bismillahi Allahu Ekber, en büyük olan Allah'ın adıyla. Bunun söylenmesi tekrar edilen şarttır. Daha sonra kurban keserken nelere dikkat etmek lazımdır? Həddən artıq zayıf, belə deyək ki, yeriyə bilməyəcək dərəcədə zayıf heyvandan kurban olmaz. Yeriyə bilməyəcək dərəcədə yenə topal olan heyvandan kurban olmaz. Kurban sayılmaz. Gözü görmeyen, kör heyvandan kurban olmaz. Həddən artıq xəstə olan heyvanlardan kurban olmaz. Yani eğer biz Allah rızası için Allah'ın yolunda bu kurbanı kesiriksə, daha gözəlindən herhalde en yaxşılarından kurbanı kesməyimiz lazımdır. Baxın size bir misal verin. Biz bunu Allah için kesirik. Allah rızası için kesirik. Allah əmr etdiyi için kesirik. Allah'a kesirik, belə deyək. Əslində Allah'ın bizim kurban kesməyimizə ehtiyacı yoxdur, ama onun rızası için kesirik. Onun için Allah en güzəlinə layiqdir, en yaxşısına layiqdir. Bir misal vermək gerekirse, bir deyək ki, vəzifəli bir şəxsə bir hediye apardığımız zaman ne kadar dikkat edirik o hediyenin daha güzel, daha qiymətli, daha keyfiyyətli, sağlam olmasına ne kadar dikkat edirik. Elə isə kurbanı da biz Allah'a aparırıq, Allah'a təqdim edirik. Allah rızası için kesiriksə, düşünün bu kurban ne derecede keyfiyyətli, ne derecede sağlam olması lazım. Onun için buna dikkat etmək lazımdır. Onsuz da Allah-u Teala imkanı olan Müslümanlara kurban kesməyi əmr edir. İmkanı var, daha güzelinden, daha yaxşısından, sağlamından, kökündən, kök olan, çəkisi ağır olan belə deyək ki, heyvanlardan kes. İmkanı yoksa Allah-u Teala sənə kurban kes diye əmr edir ki, imkanı var diye kes. Bəzi Müslümanlar var, bəzi qardaşlar var, kurban kesməyi istəyir, amma imkanı yoxdur. Deyək ki, imkanı yalnız belə zayıf, həddən artıq zayıf heyvanları almağa çatır. Bu da kurban kesməyi istəyir. İhtiyaç yoxdur, kesmək məcburiyyətində deyilsən. Həddən artıq xəstə bir heyvanı alıb, həddən artıq zayıf heyvanı alıb kesmək məcburiyyətində deyilsən. Allah-u Teala bunu imkanı çatan müsəlmanlara əmr etməkdədir. Və qurban əti kəsildikdən sonra 3 yerə bölünür, 3 qismə ayrılır. Bir qismini qurban kəsən özü istifadə edə bilər, bir qismini qonum-qonşu kasıblara verilir, bir qismi isə qohumlara, yaxınlara verilir. Bu şəkildə qurban ətinin bölünməsi, paylanılması daha münasibdir, daha gözəldir, amma bu təbii ki şərt deyil. Ola bilsin ki, qurban kəsənin ailəsi daha külfətlidir, ailə üzvlərinin sayı çoxdur. Böyük bir qismini de öz üçün də istifadə edə bilər, az bir qismini də kasıblara verə bilər. Amma
təkrar edirəm, qurban kəsərkən yalnız ət yemək düşüncəmiz olmasın. Yəni, mən qurban bayramı gəldi, qurbanı kəsəcəm və yaxşı ət yiyəcəm. Xeyr, belə bir, müsəlmanın belə bir bayram, qurban bayramı anlayışı olmaması lazımdır. Qurban ibadətinin bir çox hikmətləri vardır. Qurban kəsərək biz Allaha yaxınlaşırıq, Allahın əmrini yerinə yetiririk. Qurban ət yemək düşüncəsi ilə və ya filan kəs qurban kəsdi deməsi üçün qurbanımızı kəsməməyimiz lazımdır. Göstəriş üçün. Mən qurban kəsim, qurban ətini paylayayım, hər kəs görsün və məni yaxşı insan kimi tanısınlar. Filan kəs çox xeyirxah insandır, qurban kəsib, hər kəsə kasıblara, kimsəsizlərə paylayır. Niyyətimiz bu olmaması lazımdır. Bu niyyətlə əgər biz qurban kəsiriksə, bu qurbanı Allah-u Teala qəbul etməz. Niyyətimizi Allah-u Teala bizdən daha yaxşı bilir. Kəsə bilər, ancaq qoyun heyvanı deyil, kiçik baş heyvanlar deyil, böyük baş heyvanlar. 7 nəfər yığılıb bir yerə, deyək ki, bir cöngə alıb və ən azı bu cöngənin 2 yaşı olacaq. 2 yaşını tamamlaması lazımdır. Ən azı 2 yaşı. 2 yaşından az bir böyük baş heyvanın 7 nəfər yığılıb bir yerə qurban kəsə bilinməz. 7 nəfər, bəli, deyək ki, şərik olub, 1-2 yaşını doldurmuş bir böyük baş heyvan alıb qurban kəsə bilərlər və bu 7 nəfərin hamısı da qurban kəsmiş sayılır. Amma kiçik baş heyvanlardan keçi və qoyun yalnız bir nəfər kəsə bilər. Yəni, deyək ki, 2 nəfər misal üçün pul qoyub, bir qoyun və ya keçi alıb kəsə bilməzlər. Yəni, kəsmək məzuniyyətində deyirlər. Bunu Allah-u Teala onlara vacib buyurmuyubdur. Və ola bilsin ki, kiçik baş heyvanların 1 yaşını doldurması şərti var. Amma ola bilsin ki, 6 aylıqdır, deyək ki, bəzən elə kiçik baş heyvanlar olur. Söhbət qoyundan gedir, keçidən deyil, amma 1 yaşında kimi görsənir. Yəni, 6 aylıqdır, amma 1 yaşında kimi kök görsənir. Belə heyvandan da qurban olar. Təkrar edirəm, 6 aylıq olmasına rağmen 1 yaşındakı kimi kök görsənirsə, belə heyvandan, qoyundan gedir söhbət, qurban ola bilər. Amma keçi hökmün 1 yaşını doldurması lazımdır. Böyük baş heyvanlardan isə 2 yaşını doldurması lazımdır və 7 nəfər yığılışıb, şərik olub bu qurbanı kəsə bilərlər və 7-si də qurbanı kəsilmiş sayılır inşallah. Xeyr, borcu olan kimsəyə onsuz da qurban kəsmək vacibdir. Allah-u Teala borcu olan kimsəyə sən get qurban kəs deyə əmr etmir. Bir növ Allah-u Teala belə deyir, get birinci borcunu ödə. Çünki borcunu ödəmək daha savablıdır. Sənin borcun varsa, sənin üzərinə qurban kəsmək vacib deyil. Və ya borcun yoxdur, borc alıb qurban kəsməkdə, hər hansı kimsədən borc alıb qurban kəsmək məzuniyyətində deyilsin. Kimlərin üzərinə qurban kəsmək vacibdir? Hər kəsin üzərinə vacib deyil ki, qurban kəsmək. İslam hüququna görə bir kimsənin təməl ehtiyaclarından başqa 80 qram qızıl dəyərində pulu və ya varı, malı varsa, bu kimsə üzərinə ildə bir dəfə qurban bayramı günlərində qurban kəsmək vacibdir. Təməl ehtiyaclar nədir? Misal üçün, evin içindəki normal işlətdiyimiz əşyalar, minik vasitələri, minik vasitəsi. Bunlar təməl ehtiyaclar sayılır. Bunların xaricində, bu təməl ehtiyacların xaricində bir kimsənin 80 qram qızıl dəyərində pulu və ya malı, varı, var dövləti varsa, bu kimsə artıq İslam dininə görə dini nöqteyi nəzərdən zəngin, varlı sayılır. Bu kimsənin üzərinə qurban kəsmək vacibdir. Ancaq sən bu şərtlərə sahib deyilsənsə, sənin üzərinə qurban kəsmək vacib deyil. Ancaq bir şey var, deyək ki, 80 qram qızıl dəyərində təməl ehtiyacların var, öz evin var, borcun da yoxdur, 80 qram qızıl dəyərində var dövlətin də yoxdur, pulun da yoxdur, amma qurban kəsməyə imkanın var. Kəsə bilərsən və savab da qazanırsan inşallah. Belə bizim bu şəkildə orta təbəqədə insanlar əsasən daha çoxdur. 80 qram qızıl dəyərində pulu yoxdur, amma qurban kəsməyə də imkanı var. Yəni 150 manat, 200 manat pulu var, o dərəcədə imkanı var. Kəsmək istəyir, kəssin, nə gözəl, savab qazanır. Amma belə kimsələr kəsmək məcburiyyətində deyil. Amma kəsərlərsə savab qazanarlar.
Daha doğrusu belə deyim, təməl ehtiyaclarından başqa 80 qram qızıl dəyərində pulu, varı, dövləti olan kimsə qurban kəsməzsə günahkar olur. Burada əsas diqqətimizi bu tərəfə yönətməyə çalışıram. 80 qram qızıl dəyərində pulu, var, dövləti varsa, bu kimsə qurban kəsməzsə, bu kimsə günahkar olur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, imkanı, gücü olduğu halda, gücü çatdığı halda qurban kəsməyən kimsə, yəni qurban bayramı günlərində qurban kəsməyən kimsə bizim məscidimizə gəlməsin deyir. Bizim aramıza qarışmasın. Baxın, Peyğəmbərimizin məhz bu imkanlı müsəlmanlara, qurban kəsməyən imkanlı müsəlmanlara bir təhdidir. Bu nöqtə nəzərdən bunlar, bu cür kimsələr əgər imkanı varsa, qurban kəsmirsə, günah qazanılır. Həcc ibadətini də yalnız imkanlı müsəlmanlar yerinə yetirər. İmkanlı, gücü çatan müsəlmanların üzərində həcc ibadəti fərzdir. Və ömründə bir dəfə, imkanı, gücü çatan müsəlmanların ömründə bir dəfə həccə getməsi fərzdir. Hər il həccə getməsi fərz deyil. Və o da təməl ehtiyaclarından başqa, ümumiyyətlə, imkanın, gücün varsa, müəyyən bir məbləğ tələb edir həccə gedib gəlmək üçün, imkanın varsa, sən artıq həccə getməyin sənin şərtdir, fərzdir, getməyin lazımdır. İmkanla əlaqəli bir şeydir, gücü çatanlara aiddir fərz, həcc ibadəti. Və qurbanla nə kimi əlaqəsi var, həcc ibadətinin bu kimi əlaqəsi var? Həccə gedən müsəlmanlar orada da eyni zamanda qurban kəsirlər. Məhz qurban bayramı günündə bütün hacılar orada qurban kəsmək məcburiyyətindədir. Məhz qurban bayramı da həcc ayında icra olunur, yəni həcc ayına düşür. Bu nöqtə nəzərdən qurban bayramının həcclə əlaqəsi vardır. Və həcc ümumiyyətlə, belə deyək, ildə bir dəfə bütün müsəlmanların yığışaraq bir-birləri ilə hal-əhval tutduqları, hansısa bir məsələni məsləhətləşmə, istişarə etdikləri bir ibadətdir. Və orada həcdə bütün müsəlmanlar Allah qatında eynidir, birdir. Yəni, imkanından, varından, dövlətindən, gücündən, maddi gücündən asılı olmayaraq, baxın, hər kəs orada eyni paltarı geyinir. Ağ, tikişsiz, kəfənə bənzəyən ihrama bürünür. Hamısı orada bərabərləşir, hansı maddi gücündən asılı olmayaraq, hər kəs o paltarı geyinmək məcburiyyətində, təbii ki, getməmişik, Allah-u Teala cümlə getmək istəyənlər nəsib etsin inşallah. Televizorda biz bunu görürük, mənzərəni, hər kəs baxırsan, ağ paltarda. Hər kəs eyni paltarda. Orada artıq hər kəs Allah qatında birdir. Baxın, orada milləti İngilis olan müsəlmanlar var həcdə. Milləti Rus olan müsəlmanlar var. Hər bir millətə mənsub olan müsəlmanlar var. Artıq orada millət, irq məsələsi işə keçmir. Orada bir şey işə keçir, belə deyək, müsəlmansın. Nə demək istəyirəm? Həccin bu faydası da vardır ki, orada bütün müsəlmanlar, heç olmasa ildə bir dəfə də olsa müsəlmanlar orada bir görsənir, milyonlarla müsəlmanlar eyni sözü təkrarlayır və Allahın qarşısında eyni ibadəti həyata keçirirlər. Bu nöqtə nəzərdən həcc ibadətinin bir çox hikmətləri vardır və qurbanla da əlaqəsi odur ki, dedik ki, məhz qurban bayramı da həcc aylarında qeyd edilir. Mən də fürsətdən istifadə edib qarşıdan gələn sabah inşallah qurban bayramıdır. Qurban bayramımızı təbrik edirəm. Bütün İslam aləmi üçün xeyirli olsun inşallah. Xüsusilə vətənimiz üçün, millətimiz üçün, cəmiyyətimiz üçün faydalı olsun. İnşallah Allah-u Teala bizlərə güc və qüvvət versin. Növbəti qurban bayramını inşallah işğal olunmuş torpaqlarımızda Qarabağda keçirək. Qarabağdakı məscidlərdə növbəti qurban bayramı namazını inşallah orada qılaq. O məscidlər ki bizi gözləyir, o məscidlər ki hal-hazırda orada erməni işğalçıları orada, üzr istəyirəm, heyvan saxlayırlar. İnşallah Allah-u Teala bu arzumuzu, bu duamızı yerinə yetirər.